İranda etirazlar davam edir, yəni vəziyyət İran İslam Respublikası üçün gərgin olaraq qalmaqdadır. Bu arada belə bir qeyri-rəsmi təsdiqlənməyən xəbərlər yayılıb ki, İranın ali rəhbəri Seyid Əli Xameneyi Rusiyaya qaçmaq istəyir Bəşər Əsədlə. Yəni Bəşər Əsəd əlaqələr himayə elədi, Rusiya gizlətdi. Xameneyini də elə gizlədə bilər. Belə hər halda təsdiqlənməyən məlumatlar yayılıb. Təsdiqlənən informasiyalarda isə deyilir ki, Seyid Əli Xameneyi etirazlarla bağlı gün ərzində açıqlama verəcək, bəyanat verəcək. Yəni hansısa hədisdən, moizədən nəsə fikirləşib insanları din ətrafında birləşdirməyə çalışacaq, ya deyəcək ki, bunun hamısı dəccalın işləridir, filan 5 məkan, nə bilim nə. Gəlin təzədən İslam Respublikasının ətrafında birləşin. Amma cəmaət bilir ki, İslam Respublikasının neft, qaz, ümumiyyətlə bütün ixrac gəlirləri, sanksiyaya rəğmən ixrac, eksport gəlirlərinin hamısı gedir Xameneyini qorumaq üçün yaradılan Sepah, bəhsiz onun təhlükəsizlik qüvvələrinə, orduya, nə bilim, nüvə proqramına cəmaət az susuz qalır.